Bu ağsaqqalın sözündən sonra qərar verdim ki, bu günləri gedirəm bara. Və orada ruskoязычный qızlarla tanış olacağım. Və söz verirəm, bu günləri axşam sizə göstərəcəm həmin o ruskoязычный qızları. Belə işlər. Deməli, bardan qayıtdım. Çox gözəl vaxt keçirtdim orada. Qız tapmışam özüm. Harda? Bard. Və az qala öz ana dilimi, Azərbaycan dilimi unutmuşdum orada. Çünki başdan ayağa hamı rus dili qızları idi. Sonra mən barda deməzdim. Elə bir rus dili kursları keçirdilər orada və çox gözəl bir vaxt keçirtdim və sizi mən indi hal-hazırda həmin o insanlarla tanış eləmək istəyirəm. Onun adı aşkımdır.